tərk edirlər. Deyirəm ki, adam fikirləşir ki, tək deyiləm da. Tək deyiləm. Hələ ki, yaddan çıxmır Rövşən. Allah Rövşənə qəni-qəni rəhmət eləsin. Allah onun bütün əzabını, əziyyətini bizlərə halal eləsin. Onların sayəsində biz itirilmiş torpaqlarımızı geri aldıq. Allah Cənab Prezidentimizə də can sağlığı versin. Allah onu qorusun. Onun siyasəti nəticəsində və şəhidlərimizin Allah ruhunu şad eləsin. Və biz də gəldik, sizləri təbrik edək, sizlərə can sağlığı arzulayaq. Yəqin ki, o uşaqlar... Şəhidi subay idi, şəhid. Subay idi. Qardaşı olalar. Bir dənə oğlum var, rəhmət eləsin. Allah ömrünü versin şəhidin. Bayramı bir daha mübarək olsun. Oturun yerə. Can sağlığı, gəlsin söhbətləri verin. Gəlin oturun yerə, bir çay üçün. Yol gəlmişsiniz, keçin oturun yerə. Sağ olun, var olun. Allah can sağlığı versin. Allah sizə can sağlığı versin. Biz avtom yəqin ki bilirsiniz. Bəli, Şamaxıda 19 nömrəli Tənqid idarənin Allah rəhbərlərinin də canını sağ eləsin. Sizlər heç zaman, şəhidlərimizi heç zaman unutmuyor. Onlar hər zaman bizim qəlbimizdədir. Onlar hər zaman öz hərəkətlərini, imzalarını atırlar. Keç oturuyuram. Keç ona. Allah sizlərə, anasısınız, nənəsiz. Anası mənəm. Allah can sağlığı versin. Allah sizə ömür versin. Allah köməyiniz olsun. Gel, gel. Allah size bir daha bayramınız mübarek. Təbrik ederim. Çox sağ olun. Vallahi əziyyət çəkirsiniz. Allah'a and olsun. Yolunuzdan yol gəlirsiniz. Onların çəkdiyi əziyyətin qarşısında bizim çəkdiyimiz əziyyət sayılmır əziyyət. Borcumuzdur hər birimizin. Hər bir Azərbaycan vətəndaşının borcudur. O cümlədən də bizim rəhbərlik bunu özünə borc bildi və bunu sizlər üçün sizin özünüzə. Sağ olun, var olun. Siz də mənə çox hörmət eləmişsiniz. Sağ olun. Allah sənin köməyin olsun. Nasıl, hamının pulu ola bilər, hamının vəzifəsi ola bilər, amma insanlar başqa şeydir. Vallahi, insan kimi insansız, oğul kimi oğulsuz, gəlirsiniz, belə şəhidi axtarırsınız, o bizi üçün elə fəxirdir. Vallahi biləm. Nə qədər bizə qüvvət verirsiniz. Sağ olsun, bəli, Nazim müəllim, sağ olsun. Allah köməyiniz olsun. 19 nömrəli Tənqid idarənin rəhbəri, sağ olsun. Heç zaman unutmur. Nə şəhidlərimizi, nə ümumiyyətlə Azərbaycan xalqı hər zaman xidmətdədir, hər zaman xidmətdədir. Sizin şəxsən xidmətinizdədir. Çox sağ olun, var olun. Bir daha təbrik edirəm. Hər bizim bayramı. Allah can sağlığı versin. Rəhbəri adından təbrik edirəm. Allah bir daha sizlərə uzun ömür, can sağlığı. Çox sağ olun.